Evin mərkəzi kodunu tapmaqdan ötürü lazerimizi ustanovka eləyirik. Bax məsələn bizdə 18 millidən 2 milli balacadır, bu birisi divarda da, o birisi divarda da, yəni eyni bir şey olacaq. 18 millidən 2 milli balaca. Yəni ümumi mərkəzi kodu tapmaqdan ötürü evin rigerlərinə uyğun qoymaq lazımdır. Fərq eləmir, yəni neçə otaqlı olsa da, ümumi evin əsas riger kolonlarına uyğun lazer ustanovka eləyib mayaklar atmaq lazımdır ki, bütün yəni evin belə deyək də mayaklarını, bax bu gördüyünüz riger var ki, riger kolonlar ümumi lazeri ona uyğun quraşdırmaq lazımdır və yəni mayaklarınızı ona uyğun yığırsınız. Yəni başqa şey yoxdur. Yəni ən yaxşı yolu yəni budur. Yəni evin bax bura koridordur, bura spalnidir. Yəni bizdə mərkəzi riger, kolon spalnindən koridora düşür. Ona görə ümumi buradan yığmışıq. Sonra oradan koridora, koridordan zala, zaldan yəni kuxnaya ümumi yəni belə paylayırıq.